Buzovna, onun ensiz küçələri mənə doğmadır, əzizdir. 2003-cü ildə İqtisad Universitetinə daxil olanda qrupumuzda 16 tələbə var idi. Onlardan yalnız biri Elçin Məmmədov Korenoy Bakılı idi. Digərləri hamımız müxtəlif vaxtlarda Bakıya köçmüş insanlar idi. Elçin Buzovnalı idi. Atadan, babadan Buzovnalı idilər. Kubinkada yaşayırdılar həmin vaxtlar. Buzovnada isə onların bağ evləri var idi. Biz yay tətilində, istirahət vaxtlarında Elçinin dəvəti ilə həmin bağa gələrdik. Burada dənizə gedərdik. Kabab çəkərdik, istirahət eləyərdik. Tələbə yoldaşları ilə bu ensiz küçələri çox dolaşmışıq. Buzovnalılar qonaqpərvərdilər. Onlar dinimizə sayğı, böyüklərə hörmət hər zaman olub onlarda. Elə bugün də kimsə Buzovna küçələrində sənə yaxınlaşıb, salamlaşır, hal-əhval tutursa, buna təəccüblənməyin. Çünki bura Buzovnadır. Bu onların atadan, babadan qalan adətidir. Tələbəlik, gənclik illərində olduğu kimi, indi də Xəzər dənizinin Buzovna sahillərini sevirəm. Yayda vaxt düşərkən, uyğun zamanlarda Bakıya yolum düşəndə Xəzərin Buzovna sahillərinə gəldim.